Ramiz Mehdiyev zamanında o qədər pislikləri eləyib. Onlardan biri var qarşınızda oturan adam. Mən demə Erməniyə güllə attığıma görə mən silahlı qüvvələrin düşmənlərindən biri olmuşum. Ramiz Mehdiyevin deməli oxuduğu siyahını Zakir Qaralov dərhal icraya götürürdü. Əgər orada Heydər İsmayılovun ya Üzeyir Cəfərovun adı çəkilirsə, ağına, qarasına baxmadan onu dərhal necə deyirlər cəzalandırmaq lazım. Milli Təhlükəsizlik Nazirliyindən çıxandan sonra mənim telefonuma zəng gəldi ki, təcili prezident administrasiyasına gəl. Artıq qərar verilmişdi ölkə rəhbərliyi səviyyəsində ki, Üzeyir Cəfərovu həbs yox, Üzeyir Cəfərovu işlə təmin eləyin. Amma Əli Həsənov onu icra elədi. Dünənləri mən həbs olunurdum Ramiz Mehdiyevin kağızına əsasən, amma hər şey aydınlaşandan sonra necə məni həbs eləyə bilərdilər? Bunlar arayışları Ramiz Mehdiyev də orada oxuyur ki, Üzeyir Cəfərov, nə bilim, bir başqa polkovnik, bir də bir mətbu orqan silahlı qüvvələrin düşmənidir. Səni aparırlar vətən xaini kimi az qala güllə qabağına aparırlar. Bir anlaşılmamazlıq da oldu, bağışda da oldu da.